Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sistemi təkmilləşdirilir. Dəyişikliklər qəbul olunacağı təqdirdə yeni qaydanın tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur. Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 100 manatdan 500 manata qaldırılır. Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilib. Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3212 dollara satılıb. Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar bu ilin sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək. Ukrayna ərazi itkiləri ilə barışmağa məcburdur. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib. İran Türkiyəni narahat edən məsələlərin həllindən yayınır. Türkiyə Omanda ABŞ ilə danışıqlara başlayacaq İrana bundan əvvəl 5 dəfə xəbərdarlıq göndərib. Bu barədə Türkiyənin Milliyyət qəzeti məlumat yayıb.